Hər vaxtınız xeyir olsun, əziz və hörmətli izləyicilərim. Hamınızı salamlayıram. Mənim qardaşlarım, bacılarım. Sizlərin dəstəyi ilə 27-ci evimizdən gedən işlərimizi göstəririk. Səhər saat 11-dən buradayıq. Canlı efir açmışıq. Həm TikTok, həm YouTube. Hal-hazırda fasilədəyik. Yəni günorta hava o qədər isti oldu ki, hətta bax stolları yan-yana qoyub katmışıq. İndi durmuşuq. İndi birazdan yenə başlayacağıq canlı yayımları davam etdirməyə. Yayım zamanı bax bu evin tikilməyinə yardım toplama məqsədi ilə. Hamınızdan xahiş edirəm, elə bu videonu izləyib qutaran kimi dərhal gəlin. Həm TikTok'dan, həm də YouTube'dan gedən yayımımızı izləyin. Yayımımız gedə-gedə bax bu aliyə yardım əli, kömək əli uzatmağınızı göstərin. Mərhum Xəyyam kişi də bizimlədir canlı efirdə. Evin içərisində gedən işləri yaxınlaşaq göstərək. Xahiş edirəm, videomuzu bəyənilsin, videomuz paylaşılsın. Materialımızla bağlı heç bir problemimiz yoxdur. Ustalarımız da burada yatıb istirahət edirdilər. Artıq evimizin 2 otağının kolu tam hazırdır. Özdə yüksək keyfiyyətlə alınmış tikinti materialları ilə. Axşam ailə, nəzakət bacı uşaqları ilə burada yatıbdılar. Sanki özlərinin dediyi üçün bir cənnət qoxusu yaşayıbdılar. Ustamız her gün yorulmasın, əli qolu var olsun. İsti demədən, soyuq demədən bizim gözəl işlərimizdə yüksək səviyyədə həyata keçirdiyi üçün. Elay bala, Güllü anamızın adından qardaş sənə 50 manat göndərib 10 günlük deməli sənə əlavə. Ergün ustanın verdiyi puldan əlavə də hər günə Güllü anamızın adından qardaş 5 manat göndəribdir. Allah ömür versin. Allah can sağlığı versin. Nəzərinizə çatdırım ki, Güllü anamızın adından yardım edən xeyriyyəçi qardaşımız bu evə ən böyük məbləğdə yardım edən qardaşlardandır. 3000 manata qədər bu evin tikilməyinə məhz o qardaşımız evimizin təməli qoyulandan bugünkü günə qədər yardım əli uzadıb. Allah min əvəz versin, Allah cibin dolu eləsin. Elay balamız da Elgün qardaşın kəhtçisidir. 5 uşaqlar, ataları suçu işləyir. Su suvarmaqla 5 övlad böyüdür. Zəhmətkeş bir kişinin övladıdır. Allah qazancınıza bərəkət versin. Allah ömür versin inşallah. Videomuzu bəyənib, videomuzu paylaşıb və canlımıza qatılıb yardım əli uzatmanızı sizlərin hər birinizdən dönə-dönə xahiş edirəm. Maşallah 1 milli olsun belə, 1 milli olsun belə sirkələnmə yoxdur. Səbəb tirlərimiz həm qalın, həm sıx üçün. Alternatif kılar çörek. Oturur yoksa kaldırır nasıl? Evin polo vurulsa, patolog vurulsa sanki o ev artıq finaldadır. Şükürlər olsun Rəbbimizə 27-ci evimizdə səviyyəyə gəlib. Bundan sonra üstten bağlanacak. Şunu bağlayalım. Ha, maşallah ev ne güzel görünür. Əzbərim, ne güzel, ne güzel. Maşallah. Min kere maşallah olsun. Allah yardım eden, el tutan her bir kəsin əlindən tutsun. Qazancı mollasın. Aynalarımız da Allah'ın izniyle 2-3 gün ərzində gətirilib qoyulacaqdır. Gözəl, xudmani, sosial, yönümlü, əsil kasıb evi. Amma biz bu evi o qədər gözəl, yüksək keyfiyyətlə tikirik ki, heç bir kəs kənardan baxıb bu evə kasıb evi deyə bilmir.
Ha, bizim Elgin ağlımız olmuyor bir. Gelip burada uzanmamışıq hə. Stol belime qırdı. Allah. Gel oradan bir şey yok değil Elgin. Ha, hündürlüğü ayrı şeydir Kur'an'dan da olsun. Evin hündürlüğü lezzet verir de lezzet. Öyle gözün hündürdən cama yer qapına geçək sərbəst görsənir. Aha, minamoyot atdılar. Vannasının səsi gəldi bura. Xəyyəm də qarpız yeyir. Ha? Yox, gələn 5-10 dəqiqə yatsam. Vay. Ay, bu istidə nağarsınız burada yergin. Ləhbək deyirsiniz yeyir. And olsun. Qorana qəzblərim, yaman zulüm çəkir uşaqlar. Elə ümumiyyəti təkcə bizim üstandan getmirsə. Bu istidə pul qazanan, zəhmətlə, alın təri ilə, günəş altında pul qazanan hər bir zəhmətkeşin əlindən öpürəm. Onların qadasını alın. Bala saxlamaq nə çətin işdir. And ol Allaha. Bala saxlamaq, valideyn olmaq asan iş deyil. Əsl məsuliyyət içində dərk edən kişi üçün çox çətin bir işdir. Valideyn olmaq. Allaha and olsun. Bu istidə uşaqlar zulüm çəkir. Gəl Elgin, gəlib də qarpıza. Qoy həm də götürülsün də. Yok şimdi az yok gel. Aç şu karpuz niye soruyorsunuz? Koy çöpünde yaz. Nətər xəyəm? Soğuk su istiyor, Karadeniz suyu. Derin birinci karpuzu ye, sonra üstüne su içip çöpüm yatsın. Ağlı yoxsa bilmir. Ağlı yoxdur. Bir elə özdə bunun təbliğini eləyirsən. Bir elə Deyirəm adam qışqırır. Deyirəm səhər duranda ac qarına 3-4 dənə sarımsaq ye. Deyir yox ağzımdan ne gəlir. Ha deyirəm neysən iş gəlsin deyir. Gör hara getsən işləyirsən bana. Bir sözə baxmır belə nə təşkildirsə. bir elə özdə xeyrinə Ha deyir. dəhşət. Sonra dedi xəyəmçi heç nə təbliğatını aparmır. Nəysə hər şey öyrəndik. Ta bundan əyni nə deməlisən, sən yazıq. Hə? 10 qəpdə xərcin çıxmır. Amma həkimə gəlsən sən bir tarışqa boyda bir resept yazacaq. Xəyəm, bax burada uzanmışdın palazın üstündə. O nə deməkdir? Mənası nə idi? Ne özüm görə verirdim ben. Yoxsa palaza bürün elinə sür. Eline sözünden bürünmedim ben gördüm ben. Yaman xoruldurdun. Evdə də xoruldurdun. Kişi koruluyordu ha bana var. Dəhşət xoruldurdun. İstədim xəyəm duram çəkəm amma yuxu şirin şeydir. Ayırmadım. Xoruldudun. İstədim duram xəyəm o palazın üstündə. Biləmə sən xoruldun qulağına düşmüşdü. Hiç sen de yatamırdın gördüm ne. Elə mi? İki tane kırıcı getti oradan gördü eşittim onu. Heç yuxuda onu Gözünü hissələdim. içti özü paşağıyla. Az qala diyor ağaca değək. Yəqin sənin qırıcıların oldu. Ha tekerleri ağaca değdi. Sen o zıppıltıyasın tutturma. Nömrə nə idi? 09 idi. Sənkilər idi də yəqin. Ha 737 idi bir de 730. Gəlsin ay Allah. Biraz havamız sərin olsun. Yazıq, yanıq ay Allah. Biraz hava sərin olsun. Dəyişəkdir, dəyişəkdir. Hı? Evet, ağıllı adamsan da ne kadar. Ağıllı adamsan da. Bu istidə ay xəyəm ki. Cara qulluq eləmək lazım deyil. Pul, adama qalan puldur ay Elgin. Xəyəmir tövbədir. Can gəl. Can gəldi görürsünüz. Adama qalan puldur. Dəstəyi olalım. Dostlar, xahiş edirəm, hamınızdan xahiş edirəm. Yayımıza qatılın, birazdan canlı yayım açacaq. Bax bu mələk, gözəl balalarımıza yardım əli göstərin. Hamınızdan xahiş edirəm. Kəmaliyə, Cəmaliyə yardım edəyin. Dəstək olağın, evləri tikilsin. Bu axşam qızım, deyirsən ki, bayaq canlıda evimizdə yatmışdıq, təzə evimizdə. Nətərdir, nə gözəl hisslər var idi orada. Çok kaşe hissiydi. Öyle bir çift evimize yarışmıştık. Aynen gözəl. Çok kaşe hissiydi. Rahatsızlıq edir, değil mi? Evet. Baxın, hələ evin əziz dostlar, polu təkcə vurulub. Hələ o evdə nətər deyim, ayna qoyulmayıb, aboy vurulmayıb, pol yonulub, laxlanmayıb. Hələ bu balalarımız indidən deyir ki, elə bil cənnətdə yaşayırdıq.
Allah sizləri qorusun. Hə, götürün qızlarım. Stolun üstünü boşaldın təmiz. Qarpızı götürün. Gör, bir də nanə varsa nanə gətirin stolun üstə tökəyin. Yemlər onu. Yo, yeməyəcəklər. Da iştahlarını küstürün deyirsən, qarpızı ye üstündən soyuq su iç. Hə, sil, əski ilə sil qızım. Bir də gör varsa nanə gətirin, balam. Nanə gətirin. Buranın bir şey naniyə daşır. Yox, dözmək olmur. Milçəyə, hər şeyə dözmək olur. İstəyə də dözmək olur, milçəyə dözmək olmur. Milçəyə bir dənə dözmək olmur, əziz dostlar. Bax, belə, gözəl izləyicilər, bizlə, işimizlə bağlı hələlik bu videomuzu çəkirəm. Ona görə video çəkəmirəm ki, saat 11-dən canlıdayıq. 400 manata yaxın yardım toplamışıq 4 saat ərzində. 2 saat gözləmişik, hava sınsın. Dayanma olmur. Nəinki özümüz dayanmağımız, telefonlar belə dayana bilmir, telefon qızır. Çox dəhşət dərəcədə telefon qızır. Gözlədik, indi başlayırıq. İnşallah 6:00-da Allahın izni ilə başlayacağıq yenidən canlıya davam. Rəbbim hamınızdan razı olsun. Əl tutanların Allah əlindən tutsun inşallah.